əməliyyatın əks göstərişi deyirsiniz vardır. Buna baxmayaraq yenə də keçirdirlər. Niyə? Siz həyatda istifadə edirsiniz dərmanlar. Dərmanların nə qədər müsbətliyi varsa müəyyən bir xəstəlik üçün, onda da var onun əks göstərişləri. Və sizdə kağızda həmişə yazılır ki, bunun istifadəsi budur və əks göstərişlər budur və çox uzundur. Hər əməliyyatın öz əks göstərişi var. Hər əməliyyatın öz riski var. Hər əməliyyatın öz nöqsanları var. Amma biz bunları həyata keçirdirik. Fikirləşmədən buna görə ki, xəstəyə bu lazımdır. Yenə qayıdıram. Lazımdırmı bu xəstəyə bu gözünün rəngini dəyişmək? Yox. İstəyirmi bu insan bu gözünün rəngini dəyişmək? Bəli. Deyəkmi buna görə ki, siz bunu edə bilməz, ona görə ki, bu düzgün deyil? Yox. O mənə əmləyəcək, o birisi əmləyəcək, gedir ayrı yerə, yenə də eləyəcək, ona görə ki, istəyir. Niyə də yox?